Mən də o vaxt xam idim, Türkadan başqa heç yerə getmirdim də. Vay dədə, intiqam ad günü yaddan çıxdı. Bugün mayın 25-i, Qubadlılı bir kişi, yəni xətrinizə dəysə dəyməsə də İntiqam Valihoğlu'nu buradan təbrik edəcəm. Maşallah oğlu, çəki verirdi onu deyirəm. Deməli, İntiqam Valihoğlu'nun ad günün ikinci oxunuşda qəbul edirik. Bugün mayın 25-i, deməli, ad günüdür. Özü də təsdiyə bax Qubadlı rayonundandır. Deməli, axşam oturmuşdum, mənə Rusiyadan yazdılar ki, bir İntiqam müəllimi ad günü münasibəti ilə təbrik elə. День рождения поздравляю, Интигам Мэллим. За Москва от Россия. Все поздравляю тебя. Все много хочу тебя. Очень düşündük, deməli, daşındıq. Dedik, təbrik eləyək. Sonra yaxşı olmaz. Bəli, Rusiyadan da təbrik eləyirlər. Buradan da biz təbrik eləyirik. İntiqam Valihoğlu, deməli, bugün onun... Yox, yaşı nəyə deyim ki? Bu adamın çayları evlənməyibsə, bu yaşın deməyə ehtiyac var. Təbrik eləməsəydim, səhər gedər xəbərədə zada deyirəm. İntiqam müəllimə buradan uzun ömür, can sağlığı arzulayıram. Heç vaxtı deməsin, nağaricəm neyini.